Deyirlər İbrahim peyğəmbər bir kafirin canını can verirdi. Allahdan istədi ki, ilahi Əzrail bilirəm ki, kafirlər üçün öz həqiqi simasında gəlir. Qəzəbli simada gəlir. Mən onu göstər. Deyilənə görə Allah dedi ki, çox çətin bir şeydir. Dedi ki, xahiş edirəm, göstər. O kafirin canını alanda Əzrailin həqiqi simasını gördü, İbrahimin ürəyi getdi. Soralar ki, özünə gəldi, durdu, Allaha bir söz dedi. Dedi ki, ilahi, kafir ki, dünyada ən pis günahları eləyib, əzaba layiqdir. Amma elə bir dəfə onun Əzraili görməsi onun bəlkə də bütün dünyadakı günahlarına bərabərdir. Nə görübsə bilmirəm. Bəzi deyəsəm belə deyir ki, göy boyda gördü onu və qorxunc şəkildə gördü. Amma Allah deyir ki, əgər təqvalı olsaz, qorxu yox deyə ölümdən də qorxmayacaqsınız. Qəbrə qoyub hər kəs gedir, gecə qalırsınız. Sizə vəhşətdə namazı qılırlar. Niyə? Çünki vəhşətli gecədir. Nəkir münşər gəlir. Yeni bir aləmə qədəm qoymusunuz. Qorxmayacaqsınız. Bax sizə söz verirəm. Allah deyir, bu Allah söz verir, deyir, qorxmayacaqsınız. Demir ki, arif olsaz qorxmayacaqsınız, müxləs olsaz. Deyir, təqvalı olsun, qorxmayacaqsınız. Və qəmlənməyəcəksiniz. Qəmlənmə deyirsiz nədir? Yəni, o qədər sevindirici şeylər görəcəksiniz ki, heç nəyin qəmi ağlınıza gəlməyəcək. Heç bir qəm, ay mən belə oldum, heç nə qəm də ağlınıza gəlməyəcək. Çünki təqvalı adam çox xoşbəxtdir. Təqvanın indi nəticəsini görəcəyək, ona görə. Kaş bu ayələri gündə 100 dəfə oxuyaydıq. Başa düşə-düşə oxuyaydıq, üstündən keçməyəydik.